Demek bandit 23'deyiz. Bize ne deyir? Bunun içine giririk. Her şey təzədən başladı. Yine Ctrl V basıram çaşıb. Girdik bunun içine. Elə bize lazımdır Chrome bandit 24. Sonra bura giririk. Bu skripti verir bize. Kod şehirde de laf aşağı gelip buradan tezden başlayar. Vay aman. Bunlar neydi? Pikmide. Şey demiş. Buraya yapıştırırıq. Hə. Deməli, script budur. Bu skripti hər dəfəsində executing-ə burada yazıb. Executing and deleting all scripts in bu directory. Şey eləyir. İşə salır. Bütün skriptlərin içində gəzir. Sonra onları silir. Buradakı kimi. Birinci işə salır. Bu şəkildə sonra silir. Baxaq görək HMI kimdir? HMI burada 24 olasıdır. Bandit 24. Onun kodu lazımdır bizə. Burada da directory olur. Bandit 24. 90 göre. Ne? İşte onu da etmeli. Bu papkanın içinde şey. Demek eğer burada ve burada bir tane de tema var ki o necə bir bandit 23 olan şeyləri, faylları run edir. Niye? Çünkü biz özümüz də bandit 23'ü ve bizim tapşırığımız budur ki həmin papkanın içine bir tane öz yazdığımız skript atacağıq ki o bir dəqiqədən bir run eləsin o skripti. Həmin şey run eləyəndə də biz elə skript ilə yazmalıyıq ki passwordu çəkə bilək də, götürə bilək. Çünki bu skripti run eləyən şeyin bandit 24'ün icazələrinə sahib. Bu deməkdir ki, biz bandit pass'dən bandit 24'ün kodunu götürə bilərik. Yəni skriptimizdə o şəkildə yazmalıyıq. Birinci temp yaradaq. Qədim 6. Sonra qədim 6'nın içində öz skriptimizi yaradacağıq. Çünki başqa bir yerdə yaradanmaq. Touch cat'lə də yarada bilək də birbaşa. Qədim 6 script müddəəsaş. Sonra skriptdə həmişə bundan başlayır. Birinci bunu yazırıq. Sonra orada cat etc cat yox. Copy. Cat neydi? Evet. Bandit plus bandit 24. Onu cat edirik şeye. Öz yarattığımız TMP qədim burada password faylına. Skriptimiz bu olacaq. Bunu sızdıracağıq şeye. Bir dəqiqədən bir run olunan yerə. Sonra icazələri tənzimləməliyik. İcazələr də nədir? chmod tmp qədim 6 7 s. Verin mən olsam bir dənə baxım. Bilmədim. Use the change file of your permission. Chmod'u bildim mi? Eğer soruşuram. Recursive. This is a command to change the file mod bits. So this option instructs recursively apply and the specified permission change to all files. Ha, içindeki bütün file'lar şey değilmiş. Okay. Aydındı. Heh.
Heç nə. Sonra da cat password. Bu kadar. Çünkü zaten şeyde biz TMP'nin içinde olacak. Olmayabilir. Bu kadar. Bir başlayalım. Kopyalayırıq. Sonra Ctrl C ilə çıxırıq. Bunu da əlavə edeyim. Hə, bir dənəsini keçmişim. cp script .sh kopyalamalıyıq şeyə. Neydi o? Yerin adı var. Spol bandit 24 foya. Script sh şeyin içində də TMP qədim altının içindədir. Gözləməliyik ki, o kod orada run olsun. Bir dəqiqənin içində həll olmalıdır. No file or directory deyirsə, demək hələ keşif düşməyib. El-ilə də baxa bilərik. O, el şeydir. Cazəni düz verdik biz. Hələ düz. Yəni oldu ki. Passwordu bəlkə qabaqcadan yaratmalıyıq. Yaradaq. Hə, icazəni indi okey. İcazəni hər şey yaradandan sonra həll etmək lazımmış. Kopyalayaq. İndi alınmalıdır. İndi password textinin ölçüsü dəyişəndə biləcəyik ki, kodu oraya yapışdırıb.
O tamam yarattı. Okey. .txt'ye yok mu? Zaten heç nə olmaz, fərqi yoxdur. Get password. Şey. Evet işte bu kadar. Bundan da kurtardı. Bunu da create new pass dediğim size atım.